Salam əziz izləyicilər, kanalımıza xoş gəlmisiniz. Bugün sizə çox maraqlı, həm qorxulu, həm də düşündürücü bir mövzu haqqında danışacağam. Yuxuda canavar görmək. Videonu sonuna qədər izləyin, çünki yuxular həyatımızın gizli mesajlarını daşıyır və bu mesajlar sizin gündəlik həyatınızı dəyişə bilər. Yuxuda canavar görmək adətən həyatda qarşımıza çıxan çətinliklər, qorxular və mənfi təsirlər haqqında xəbərdarlıq edir. Canavar sizi təqib edirsə, bu həll etməli olduğunuz problemləri göstərir. Əgər canavar sakitdirsə, bu sizin daxili gücünüzün və səbrinizin simvoludur. Canavar hücum edirsə, yaxın gələcəkdə diqqət etməli olduğunuz vəziyyətlərə işarədir. Yuxu bir mesajdır və onu düzgün anlamaq həyatda qarşınıza çıxacaq maneələrdən qorunmağa kömək edir. Yuxuda canavarın görünüşü və davranışı fərqli mənalar daşıyır. Əgər canavar sizi yeyirsə, bu həyatda pis niyyətli insanlara və ya çətinliklərə diqqət etməli olduğunuzu göstərir. Əgər canavar öldürülürsə, qorxularınızın üstəsindən gəlmək və problemləri həll etmək deməkdir. Çoxlu canavar görmək ətrafınızdakı mənfi təsir edən insanlara işarədir. Lakin sakit bir canavar sizin səbrinizi və daxili gücünüzü göstərir. Bu halları diqqətlə analiz etmək yuxunun mesajını doğru oxumağa kömək edir və həyatda daha ağıllı qərarlar verməyə imkan yaradır. İbn Sirin yuxuda canavar görməyi müxtəlif mənalarda izah edir. Canavar bəzən qəflətən gələn təhlükələr və pis niyyətli insanları göstərir. Canavarla müsbət qarşılaşma isə həyatınızda uğurlu dəyişikliklərin işarəsidir. Əgər yuxuda canavarla üz-üzə gəlir və qorxusuz davranırsınızsa, bu qorxularınız üzərində qalib gəlmək deməkdir. Dini təfsirlər yuxuların mənasını dərinləşdirir və bizə həyat dərsləri verir. Xalq inanclarına görə yuxuda canavar görmək həm xəbərdarlıq, həm də həyat dərsi daşıyır. Bu, yaxın ətrafda sizi incidə biləcək insanlara diqqət etməyinizi göstərir. Eyni zamanda həyatınızda gücünüzü və dözümlülüyünüzü artırmaq üçün bir siqnal verir. Canavar yuxuda yalnız qorxu deyil, həm də həyat dərsi daşıyır. Psixoloqlar deyir ki, yuxuda canavar görmək daxili qorxularınız və stresslə bağlıdır. Canavar sizi təqib edirsə, bu həll olunmamış problemlərinizin göstəricisidir. Canavar sakitdirsə və ya uzaqda görünürsə, bu sizin daxili gücünüzün simvoludur. Yuxular qorxularınızı tanımaq və üzləşmək üçün bir fürsətdir. Beləliklə, yuxuda canavar görmək qorxulu olsa da həyatınıza mesaj verir. Qorxularınızla üzləşin, maneələri mərhələli şəkildə aşın və daxili gücünüzü tanıyın. Yuxuda gördüyünüz canavar sizə həyatda nəyə diqqət etməli olduğunuzu, hansı insanlara etibar etməli olduğunuzu və öz gücünüzü necə kəşf edəcəyinizi göstərir. Videonu bəyəndinizsə, like basın, şərh yazın və kanalımıza abunə olun. Gələcək videolarda sizə daha çox yuxu yozmaları, xalq inancları və dini təfsirlərlə maraqlı məlumatlar təqdim edəcəyik. Unutmayın, yuxular həyat dərsləridir və onları anlamaq sizə güc və hikmət verir.